Hər kəsə salam. Bu günləri şifrələr mövzusundan qəbula düşə biləcək bir sualın izahına baxacağıq. Bu 35-ci sualımızdır. 35 tipində sualları necə izah edirik? Tez bir zamanda izah etməyə çalışacağım. Baxın, bir Z qabağında Z yazılma nə deməkdir? Yəni onun birinci dayandığını izah edir. Məsələn, burada da 5Z yazılıb. Yəni 5-ci duran hərf Z-nin kodudur. Baxıram, Günəbaxan sözündə 5-ci duran hərfimiz nədir? B hərfidir. Düzdürmü? Yəni o birinci gəlməlidir. Ona görə bizdə C variantı getdi. D variantı getdi ki, C ilə başlayıb. Deməli, C yazdım çaşıb məndə. Bu hərfi yazmaqdan. Aha, bununla başladığımıza görə sonra baxırıq ki, 2D verilib bizdə və D-nin kodu nədir? 8-ci hərfim D-dir. 8-ci hərfim D-dirsə, bu da olacaq A hərfinin kodu, səhv eləmirəmsə. Aha, A-dırsa A-dan başlamalıdır. Y variantı da gedir. Üçüncü hərfim A-dır. Yəni birinci A dayanıb. Deməli C olmalıdır. Bu da B ilə və A-nın getməyinə səbəb olur. Cavabımız da qalır C variantı. Bu qədər. Növbəti izahlarda görüşmək ümidi ilə.